ki Beytullah Allah'ın beyti, Allah'ın evi. Allah'ın evi bu o demek değil ki Allah'ın evi var, insanlar gelip orada Allah'ı görebilirler. Bu manada değil. Bazıları ola bilsin o cürə düşünebilirler ki Allah'ın mekanı, Allah'ın beyti, bu Əhl-i Beyt məktəbində bu yoktur. Başka bir təriqətlərlə bu cürə düşünürlər. Allah'a mekan verirlər. Allah'ın saqqalı, bığı, qolu, qılçası, Allah'a cisim verərlər. Amma Əhl-i Beyt məktəbində bu şeyler yoktur. Məsəl üçün Şəhrullah Allah'ın ayı nədir? Ramazan ayı. Ramazan ayı yani Allah'ın ayıdır. Ama baxırsan ki bu məcazi mənadadır. Allah için ay yoktur ki. Yevmul Cüm'ə yani Allah'ın sevdiği gün. O cümleden de Allah'ın evi yani Beytullah yani Allah'ın sevdiği bir mekan. Allah oranı insanlar için beyt karar verir ki her bir insan ki boynuna onun hak gələr, müəyyən qədər o gedişatı, orada kalması onun için təmin olunarsa gerek geçsin ilde bir defa oranı ziyaret eləsin. Ve bugün de görürsən ki həmin beyt dünyanın her yerinden gelenler ziyaret edirlər ve Allah'ın buyruğun orada itaətin, əmirlərin icra edirlər. Eğer niyyətci olum deyərək geçsə və orada Allah'ın buyurduqlarından müəyyən qədər hatta bir fikirde bile başka fikir eləsə onun həcci qəbul olunmaz. Həccə gedən öz pulun paklamalıdır. Yetimin, fəqirin pulu orada olmalı değil, hakkı orada olmalı değil. O cümleden de orada her bir şey ki Allah'ın buyurduğuyla əməl eləməlidir. Eğer orada bir əməlin nadürüst eləsə onun həcci qəbul değil. Odur ki imam buyurur ki həccə gedərkən bütün fikriniz, zikriniz, əməliniz hamısı Allah için olmalıdır. Allah'tan başka qeyri bir şey için olsa ora getməyin heç bir faydası yoktur. Mən gedəm orada hacı olum, gəlin mənə hacı desinler. Görürsünüz ki bu günləri bu şeyler artık her yerde artıbdır. Tək buna hacı diyerek rütbə verilsin, hacı deyilsin. Onun o niyyeti, onun haccın ve əməlin batil eləyər. Allah yanında hac o insana verirler ki o her cəhətən Allah'ın dediğine əməl eləyə. Bu günlərim ola bilsin ki insanlar var ki həccə gedə bilmirlər. Ama qəlbləri pak, əməlləri pak, həklərində yetim fəqirin hakkını çıxardar. Gedə bilməz, gücü çatmaz. Amma qiyamətin günündə hac savabı onlara verirlər. Çünkü əməlləri də pakdır, niyyətləri də pakdır, qazancları da pakdır. Odur ki, eləyə bilərsiniz. Hatta əlavə Peyğəmbər Aleyhisselamdan, imamlardan hədisdə, rəvayətdə gəlibdir ki, insan eləyə bilər ki, hər il həccə getsin və həccdə olanlarla bahəm olsun və o dərəcəyə çatsın. Necə? Buyurulub hər kəs ta Qurban bayramına qədər biz bunu hər il demişik. 10 gün müddətində 2 rükət namaz qılan məğribdən sonra məğribi qıldın, qutardın, dur ayağa dinə ilahi 2 rükət müstəhəb sünnət namaz qılıram. Allahu Ekber. Əlhəmə oxuyursan, eyni sübh namazı kimi. Əlhəmə oxuyursan, əlhəmdən sonra bir Qul Huvallah oxuyursan, Qul Huvallah surəsindən sonra Əraf surəsinin 142-ci ayəsini oxuyursan. Və va'adna Musa deməklə başlanır. O ayəni oxumaqla ikinci rükətdə də eyni şeyi təkrar edirsən, salam verirsən, qutardı. Allah sənə həccə gedən həqiqi hacılar ki var, ziyarət edirlər və həcci tamamlayırlar, onların savabına səni şərik edir və sən o savabı qazanırsın. Bax, ilahi bu qədər mərhəmətlidir ki, insanı hər bir anda o fəzilətə çatmağa sövq edir. Allah and verir Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizi həccə gedən həqiqi hacılardan qərar versin inşallah. Gedə bilməsək, oradakı hacıların əməllərinə, ziyarətlərinə bizi də şərik qərar versin. Və ilahi Peyğəmbər, Ali Peyğəmbər xatirinə həcdə olanların inşallah ziyarətin qəbul eləyinən və onlar ki gediblər, onların da salamat qayıtmasın, ilahi Peyğəmbər, Ali Peyğəmbər xatirinə onlara bəxş eləyinən və o cümlədən o insanlar ki dünyanın hər bir nöqtəsində İslamın, dinin fikrindədirlər, əməllərinin düzəlməsi fikrindədirlər, ilahi onların da dünya axirətin abad qərar ver və o insanlar ki İslamla düşməndir, möminlərlə düşmən
eləsəndi, onların dünya ahirətin bərbad və özün və əzizlərini dünya ahirətdə rüsvay qərar verginən və Peyğəmbər, ali Peyğəmbər xatirinə əhl-i beyti ziyarət etməmiş, bizi dünyadan aparmagınən, aqibətimizi xeyirli qərar ver, özündən başqa heç kəsin dərgahında, heç kəsin qarşısında bizi əl açmağa nəsib etməginən, o insanlar ki, gələrlər, Allah qanunlarını icra eləyərlər, ilahi, onlarla cəmaat namazında iştirak eləyərlər, ilahi, Peyğəmbər, ali Peyğəmbər xatirinə, onların özlərin, əzizlərin, balaların, dünya ahirətin səadətmən qərar verginən, Peyğəmbər, ali Peyğəmbər xatirinə ibadət itaətlərini qəbul etməmiş, öz beytindən xaric eləməginən, özümüz üçün, əzizlərimiz üçün, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün və şəhidlərimizin ruhunu yad eləyək, boynumuzda haqq olanlar 3 salavat hədiyyə eləyək. Allahum salli ala Muhammed